Bugünkü cüməmizin ilk xütbəsində zaman məfhumu və onun dəyəri və zamandan necə düzgün istifadə olunması barəsində bir qədər söhbət eləyəcəyik. Zaman məsələsi getdikcə daha çox aktuallaşan və bir mənada həm də problemə çevrilən vacib mövzulardan biridir. Zamanın özünün nə olması haqqında müxtəlif elmi, fəlsəfi, irfani cavablar mövcuddur, təriflər mövcuddur. Empirik elmlər, yəni təcrübə elmlər zamana belə tərif verirlər ki, zaman hadisələrin keçmişdən gələcəyə doğru ardıcıl gedişinin müddətini təyin eləyir, ölçülə bilir, fundamental fiziki kəmiyyət və reallığın dördüncü ölçüsüdür. Bunu elmlər belə tərif verir. Fəlsəfədə isə zaman barəsində müxtəlif təriflər var. Ümumiyyətlə, zaman məsələsi fəlsəfədə birmənalı tərif edilməyib. Bəziləri deyir ki, zaman dəyişmədən asılıdır. Zamanın varlığı dəyişmə prosesinə görə var. Dəyişiklik varsa zaman var. Dəyişiklik yoxdursa deməli zaman yoxdur. Məsələn, qədim Yunan filosofu Platon deyirdi ki, zaman əbədiyyətin hərəkətdəki surətidir. Əbədiyyət hərəkətdə özünə surət qazananda çevrilir olur zaman, zamana çevrilir. Başqa bir filosof, məsələn, Yunan filosofu Avqustin isə deyirdi ki, ümumiyyətlə zamanın obyektivliyi, obyektiv reallığı, obyektiv mövcudluğu şübhəlidir. Zamanın özünü şübhə altına atırdılar. Kimisə zaman özü yoxdur, belə bir şeyin varlığı şübhə altındadır. Kant isə deyirdi ki, obyektiv reallıq hesab oluna bilməz zaman. Zamanın obyektiv reallığı yoxdur və o insan zehninin a priori qavrayışı nəticəsində nə də tamamilə obyektiv təcrübədən asılı olmayan bir qavrayışdır. Elə bir qavrayışdır ki, onu təcrübə ilə hiss etmək lazım deyil. Təcrübə ilə hiss etməyə ehtiyac da yoxdur, amma obyektiv reallıq deyil. Yekun olaraq deyə bilərik ki, zaman təkcə saatımızın ölçdüyü mexaniki axın deyil. Təkcə zaman saatla ölçülən mexaniki surət axını deyil və nə də tamamilə obyektiv və dəyişməz bir varlıq deyil, mütləq varlıq deyil. Zaman nə mexaniki bir varlıqdır, nə də mütləq varlıqdır. Zaman nisbidir, dəyişilə bilir, surətə görə dəyişir. Burada bir gün olan zaman başqa yerdə 1000 il ola bilir. Quran-ı Kərimdə də bu cür ayə var ki, Allah dərgahında bir gün sizin 1000 ilinizə bərabərdir. Bunu uca Allah bizə deyir. Yəni, zaman nisbidir. Cənnətdə zaman bir başqa cür axa bilər. Ümumiyyətlə, zamanın mövcud olmasına ehtiyac yoxdur cənnətdə. Çünki niyə? Əbədiyyət var deyə. Əbədiyyət olan yerdə zaman məfhumu özü öz reallığını itirir, obyektiv reallığını itirir. Deməli, zaman həm hərəkətin, həm şuurun, həm də varoluşun kəsişdiyi metafizik bir ölçüdür. Zamanın içində həm hərəkət kəsişir, həm şuur kəsişir, həm də varoluşma var, varlıq, varoluşma, o kəsişir. Bu üçünün kəsişdiyi metafizik bir ölçüdür zaman. İndi isə gələk, bu qısa təriflərdən sonra dinimiz İslamın zaman və onun düzgün idarə olunması barədəki fikirlərinə diqqət eləyək. Bunlar çox önəmlidir. Uca Allah Əsr surəsində and içir, buyurur, vəl-əsri, and olsun əsrə. Əsr zaman ölçü vahididir də, 100 ili əhatə eləyən bir dövrə əsr deyirik biz. And olsun əsrə və yaxud da əsr vaxtına. Əsr vaxtı, yəni axşam günbatına yaxın vaxta. Əsr vaxtına fərq etməz. Əsas odur ki, ya günün içindəki vaxt ölçüsü, ya da elə 100 illik əsrdən söhbət gedir, fərq etməz.
Bizə lazım olan budur ki, Allah zamanın ölçü vahidinə and içir Quranda. Davamında nə buyurur? Buyurur, İnnəl insənə ləfi xusur. Həqiqətən insan xusran içindədir. Xusran yəni ziyan, itirmək. İtirə-itirə gedir insan. Allah özü belə bəyan edir. İnsan ziyan içindədir. Niyə görə Allah zamana and içəndən sonra deyir ki, insan buyurur ki, insan ziyan içindədir. Yəni Allahın əsrə and içməsindən, zamana and içməsindən sonra insanın ziyan içində olmasını bizə buyurması, bizə nə öyrədir? Nə haqda bizim təfəkkür eləməyimizi Allah istəyir? Biz düşünüb belə bir qənaətə gələ bilərik ki, ümumiyyətlə zamanın hərəkəti insanın dünya həyatında sonuna doğru gedir. Bunu hamımız rahat başa düşürük. Zaman dünyada hərəkət edirsə, bu nə deməkdir? Bu o deməkdir ki, mən, sən, burada oturan hamımız sona doğru gedirik. Hər çəkdiyimiz nəfəs, hər attığımız addım, hər saniyə bizi ölümə doğru aparır. Dünyanı tərk etməyə doğruyuq biz hal-hazırda. Sona doğru gedirik. Və bu elə özü bir mənada buna başa salır ki, yəni ziyana tərəf gedirsən, zaman səni ziyana aparır, xeyirvə işləmir. Və biz düşünüb belə qənaətə gəlirik ki, hər ötən saniyə bizdən bir şey alır. Hər ötən saniyə cavanlığımızdan bir şey alır, ömrümüzdən bir şey qopardır. Və bir zaman gələcək ki, ölümə məhkum olacağıq. Və bu zaman bizi ölümə məhkum eləyir. Üzü ölümə tərəf aparır. Bir növ belə deyərək sürüyür. Səndən soruşur, xətrin istəyir, getmək istəyirsən, istəmirsən. Məsələn, heç kimə demir ki, sən qardaş 2025-də qalmaq istəyirsən, ya keçirsən 2026-cı ilə. Hamını, kasıbı da, varlığını da, xəstəni də, qocanı da, yaşlını da, uşağı da, hamını zaman sürüyür. Sürüyür ölümə tərəf, məhkum eləyib. Ona görə də ümumilikdə götürsək zaman ziyanımızadır. Allah da zamana and içir, sonra da buyurur ki, insan ziyan içindədir. Həqiqətən insan ziyan içindədir. Yəni zaman insanın ziyanınadır. İmam Əli əleyhissalamın gözəl hədisləri var bu barədə. Mən bir neçəsini oxuyayım sizə. Buyurur, həqiqətən dövran biz nəyə deyirik? Dövran yəni dünyada keçən zaman. Dünyadakı zamana dövran deyərlər. Cənnətə dövran deyilməz. Cəhənnəmə dövran deyilməz. Dövran bura aiddir. Həqiqətən dövran məhkum edilə bilməyən düşməndir. Zalım olmayan tələbkardır və məğlub edilməz bir döyüşçüdür. Görün zamana nə gözəl tərif verir. Deyir, onu heç kim məhkum eləyə bilməz. Yəni onu məhkəməyə verib, öz vaxtını sən zamandan ala bilməzsən. Sən gəlib deyə bilməzsən ki, məhkəmə, mən 2025-ci ildə 60 günümü pis keçirmişəm, onu zaman mənə dala qaytarsın. Heç kim onu məhkum eləyə bilməz, ağa buyurur. Və o, zalım olmayan tələbkardır. Yəni, onun məqsədi zülm etmək deyil, amma tələbkardır. Tələb eləyir, zülm eləmir. Zamana fərqi yoxdur, sən necə yaşayırsan. Deyir, necə yaşayırsan, yaşa, mən sənə aparacam. Mənim işim aparmaqdır. Tələbkardır bu mənada. Və davamında buyurur, məğlub edilməz döyüşçüdür. Hamınız döyüşürsünüz oynan, amma heç kim məğlub elə bilmir onu. Hamı istəyir qabağını alsın, haradasa zamandan qabağa keçsin, o mümkün deyil. İmam Əli əleyhissalam başqa hədisində buyurur ki, zaman insanların necə də gözəldir dediyi hər bir şey üçün acı bir gün gizlədib. Bugün baxıb deyirsən, necə də gözəldir, nə qəşəngdir. Deyir, o nə qəşəngdir, nə gözəldir dediyimiz hər şey üçün acı bir gün gizlədib. O nə gözəldir dediklərimiz ya xarab olacaq, ya çürüyəcək, ya dağılacaq, parça-parça olacaq. Vaxt gələcək, ən gözəl bir şeyi zibillikdə görəcəyik biz. Vaxtı ikən onu almaq üçün çaba sərf elədiyimiz bir şeyi, məsələn, əziyyət çəkdiyimiz bir şeyi gedib biz, məsələn, zibillikdə görə biləcəyik. Doğrudan da həyat budur ki, bir gün gözəldir dediyi, bir günləri acı bir gün gözləyir. Zamandır, bax, insanı buna məhkum eləyir. Yəni, acı bir günə məhkum eləyir. Lakini var. Bir dəstə insan var ki, onlar getdikcə cismən tükənir. Düzdür, zaman hamını, Peyğəmbəri də, imamı da, hamımızı da ölümə doğru aparır. Bir dəstə də insan var ki, bəli, onlar cismən tükənir, qocalır, ölümə doğru gedir. Amma onlar zamanın vasitəsilə elə faydalar əldə edirlər ki, ölümə doğru getməyə dəyir.
Yəni ölüm onların əlindən qazandıqlarını almır, əksinə 5 qat artığın, 10 qat artığın, nə bilim 1000 qat artığın qaytarır. Kimdir bunlar? Əsr surəsində Allah davamını bəyan eləyir axı. Deyəndə ki, əsrə and olsun, insan ziyan içindədir. Davamında da buyurur: İllellezine amenu və amilus salihati və təvəsav bil haqqi və təvəsav bis sabr. Deyir, o kəslər istisna ki, yəni o kəslərdən başqa ki, ziyan içində olanlardan çıxdı bir dəstən Allah. O kəslərdən başqa ki, birinci iman gətiriblər, Allaha inanırlar. İkinci, salih əməllər görürlər. Üçüncü isə bir-birinə səbri və haqlı olmağı, düz olmağı tövsiyə edirlər. Bu insanlar istisna, bunlar ziyan içində olmayacaq. Zaman bunların ziyanına deyil. Zaman bunlara fayda verəcək. Əksinə zaman bunlara xidmət eləyəcək. Bu ayə bizə öyrədir ki, zaman hər kəsin əleyhinə işləsə də, amma bir dəstə insan var ki, onun əleyhinə işləməyəcək, əksinə onun xeyrinə işləyəcək. Kimdir o dəstə? Deməli, Allah bizə öyrətdi ki, zamanın sizin ziyanınıza ya xeyrinizə işləməsi sizin özünüzdən asılıdır. Sən nə edəcəksənsə, zaman onu gələcəkdə qaytaracaq sənə. Zamanın işi budur. Bugün nə əkmisən, sabah da onu biçəcəksən. Zaman əkdiyin biçmə vaxtını səni ötürür. Zamanın işi budur. Ona görə də Quran öyrətdi ki, bir dəstə insan var ki, zaman onları ziyana uğrada bilməz. Niyə? Çünki iman gətiriblər. Çünki salih əməllər görürlər. Yaxşı əməl yox, salih əməl. Salih ilə yaxşı əməlin ciddi fərqi var. Qismət olar, ayrıca bir gün izah eləyərik. Qısa deyim ki, salih əməl o əmələ deyirlər ki, birinci növbədə Allah üçün edilir. Allaha görə edilir. İkinci növbədə vacib bir zərurətdən dolayı edilir. Yəni, hər ürəyi istəyən yaxşılığı eləmək salih əməldir. Salih əməl ən lazım olan işi görməyi bacarmaqdır. Və bir-birinə də haqqı və səbri tövsiyə eləyərlər. Yəni, cızıqlarından çıxmazlar. Həm özləri haqlı olarlar, səbirli olarlar, həm də başqalarına haqq olmağı və səbirli olmağı tövsiyə edirlər. Deməli, zaman ən gözəl əmanətdardır. Ona bugün nə verəcəksənsə, sabah sənə onu qaytaracaq. Allah da öyrətdi, salih əməl ver zamana, onu gələcəkdə qaytaracaq sənə. Haqq ver, həqiqət ver, nə verəcəksənsə ver. Ya pis şey, ya yaxşı şey, onu sənin özünə qaytaracaq. Əli əleyhissalam bir hədisində buyurur ki, zamana qarşı ağıldan başqa heç bir şeydən kömək istəməyin. Sözün diqqət edin, imam bizə öyrədir ki, kim ağlından istifadə eləyə biləcəksə zamanı öz xeyrinə çevirə biləcək. Sənin ağlındır bu zamanı yeganə düzgün idarə edə biləcək faktor. Başqa şeydə axtarma. Ağıl öyrədəcək zamandan necə yaxşı istifadə eləməlisən. Ağlıva zamanın müqabilində ağlından kömək istə. İmam bizə öyrədir ki, zaman getdikcə xeyrivə olacaq, ya ziyanvə olacaq. Bunu ağlından necə istifadə eləməyin sənə öyrədəcək. Namaz özü nədir? Məsələn, bir adi bir misal çəkim. Namaz ibadəti nəyə bağlı əməldir? Zamana bağlı əməldir də. Məsələn, sən sübh namazını ürəyin istəyən vaxtı qıla bilərsən, əda niyyəti ilə. Günün 24 saatı, xeyr. Əsri, zöhrü, bütün namazların hamısının bir qaydası var, önəmli bir qaydası var. Nədir o qayda? Zamana bağlıdır. Sübhü sübh vaxtı, əsri əsr vaxtı, zöhrü zöhr vaxtı, bütün namazları öz vaxtı var. Əvvəli, şamı məsələn, əvvəldə qıl, sonrası olmaz. Batildir o, yəni düzgün namaz hesab olunmur. İndi bir dənə diqqət edin buna. Namaz özü zamana bağlı bir əməldir. Yəni, nə demək istəyir? Namaz zamandan xal qazanmaqdır əslində. Allah bizə namazı günün müəyyən saatlarında vacib eləməklə bizə zamandan necə xal qazanmağı öyrədir. Zaman axır, sən gün çıxır, gəldi, çatdı gün ortaya, Allah deyir, zöhr namazı qıl. Yəni, zaman ki, bu dəqiqə burada dayanıb, ondan qazan, ondan faydalan. Zamanı boş ötürmə, öz xeyri və istifadə elə. Bugün məsələn, bu cüməyə gəlmişsiniz bu günləri. Cümə günüdür. Cümə günü zamanın bir ölçü vahididir. Həftə dolanıb, gəlib çatıb cümə günü. Bizim hal-hazırda zamandan ən düzgün istifadə edən insan olmağımız heç bir şübhə altında deyil. Biz həqiqətən hal-hazırda zamandan ən gözəl şəkildə istifadə edən insanlarıq. Allah cümə günü çağırır möminləri ki, gəlin namaza Allaha zikr eləyin, Allahı yada salın, xatırlayın.
Yəni zamandan ən gözəl istifadə eləyin. Bir həftədir də gəzdiniz, dolandınız, işlədiniz, qazandınız. Gəlin həftə sonunlarında bir gün təyin eləyib Allah ki, o zamandan qəşəng istifadə eləyin. Bütün bunlar hamısı bizə Allahın zamandan istifadə etməyi öyrətməsidir həm də. İnsan dünyaya zamana, öz xeyrinə hakim olmaq üçün gəlib. Bizi bura göndəriblər ki, gedək buradakı zamandan öz xeyrimizə hakim olaq. Zamana hakimlik eləyək öz xeyrimizə. Yəni deyək ona ki, sən axırsan, düzdür, mən səni saxlaya bilmərəm. Saxlamaq qüdrətim də yoxdur. Amma sən bil ki, sən axdıqca mən qazanacam. Sən hərəkət eləyəcəksən, mən qazanacam. Gör nə edəcəm indi səndən istifadə. Yəni zamana deyəsən ki, boş-boşuna məsələn imkan verməyəcəm sən axıb çıxıb gedəsən. Mən səndən mənalı istifadə eləyəcəm, faydalı istifadə eləyəcəm. Bir insan zaman ötdükcə maddi cəhətdən qocalıb, amma mənəvi cəhətdən zənginləşmirsə, dünya görüşü çoxalmırsa, düşüncəsi dərinləşmirsə, kamilləşmirsə, o insan zamana uduzur artıq. Zamana uduzmayan insan o adamdır ki, düzdür maddi cəhətdən qocalır, üzü qırışır, saçı saqqalı ağarır, amma zaman ötdükcə zənginləşir. Təcrübə çoxalır, dünya görüş çoxalır, mənəviyyat çoxalır, kamilləşir, sözünün dəqiqliyi artır, mənəvi dünyası böyüyür. Bu adam heç vaxt zamana uduzmur, əksinə zamana qalib gəlir. İnsan başa düşməlidir ki, hər bir sahədə tərəqqi eləmək üçün hər şeydən öncə məhz zamandan düzgün istifadə eləməyi öyrənmək lazımdır. Zamanı saxlamağı bacarmaq mümkün deyil. Zamanı saxlamağı bacarmaq mümkün deyilsə, bircə çarəmiz qalır, ondan düzgün istifadə eləmək. Həyatda bütün sahələrdə uğur qazanan insanlara baxın, onların həyatı ilə maraqlanın. İstər alimi, istər biznesmeni, istər sənətkarı, musiqisi, fiziki, kəşf eləyən, böyük kəşflərə imza atan alimlər. Onlar hamısı zamandan ən gözəl şəkildə istifadə edən insanlar olublar. Zamanların boşa xərcləməyiblər. Balaca müddətdən də belə faydalı istifadə ediblər deyə hər asa çatıblar. İnsan zaman məsələsini ciddiyə almalıdır ki, onun əldən çıxan hissəsi bir də geri qayıtmayacaq. Zamana belə yanaşasan ki, bu elə bir dəyərdir ki, bu əldən çıxır hər saniyə, indi gedir. Bu saniyə bir də geri qayıtmayacaq qədər dəyərlidir ya. Elə bir şeydir ki, qayıtmayacaq. Zaman elə bir dəyərli sərmayədir ki, onu yalnız bir dəfə Allah bizə xərcləməyə icazə verir. Heç bir sərmayə onun kimi deyil ki, bir dəfə icazə verilsin. Bir dəfə icazə verir. Bu saniyə ki, indi yaşayıram, onu bir dəfə yaşaya bilərəm. Vəssalam. Bir dəfə icazə verilir. İndi zamanın dəyərini anlayaq ki, bu zamanda yaşadığımız bu anların hamısını bizə bir dəfə yaşamağa icazə verirlər. Ona görə bu bir dəfə yaşadığımız zamandan düzgün istifadə eləyə bilək. Ona görə də oturub düşünmək lazımdır ki, bəzən insan zamanın dəyərini ona görə bilmir ki, açıqlayaq da, məsələn, özümüzə də sual verək ki, niyə doğrudan da zamanımızın dəyərini bu qədər anlamırıq? Çünki insan zamanını ona görə boş işlərə sərf edir ki, ardı gəlir axı. İnsan ardı gələn bir şeyin qədrini bilmir. Davamı var axı. Yox, desələr ki, məsələn, saat 3-də öləcəksən, mən bu günləri alnımı səcdədən qaldırmaram. Gedərəm yaxşı işlər, ona fayda, buna fayda, ona xeyir, buna kömək ki, saat 3-də bitir vaxtım. Mən niyə bəs bunları eləmirəm? O bir müəllimə uşaqlara deyir, təsəvvür edin ki, sabah öləcəksiniz. Bugün neyini yersiniz? Bugün bir günümüz var dünyada. Sabah öləcəksiniz. Biri deyir ki, gedərəm bütün qohumlarımla görüşərəm, halallıq alaram. O birisi deyir, kimə pislik eləmişəm, gedərəm, üzr istəyərəm. Bu birisi deyir, bütün var dövlətimi xərcləyərəm insanların yolunda. Hələ bir xeyirli söz deyir də, bir dənə pis söz deyən olmur. Bir deyir, gedərəm xəstələrə dərman alıb verərəm, onlar belə çox yaşasınlar, belə. Müəllim deyir, elə gələ, elə ölüm gəlsin ki, bunu eləyəsiniz. Onsuz da gəlir də. Yəni, nə fərqi sabah öldün, ya 70 ildən sonra öldün. İnsan özünü aldadır ki, yoxsa sabah ölmürsən ki. O sabah ölmürsən kidir, bizi aldadan. Onsuz da sabah ölmürsən. Rəhmətli Hacı Şahinin gözəl bir sözü vardı, ruhu şad olsun. İndi vaxtı ikən özü bu sözü deyirdi, indi bax, onun özünü rəhmətlə anırıq. Deyirdi ki, biz həmişə elə düşünürük ki, ölüm ancaq qonşuda olacaq. Elə bir qonşunun başına gələcək, mənim üçün deyil. Elə həmişə eşidəcəm, qrupa yazılacaq ki, filan kəs də öldü. Valla bir gün o qrupa yazılacaq ki, elə mən də getdim, o da getdi, bu da getdi. Bu zaman bizi elə vəziyyətə salacaq ki, axır bitər, bir cürə çıxardacaq da bizi bir gün pis, yaxşı aparacaq. Ona görə də insan belə olmalıdır həyatda, bu cür olmalıdır ki,
oturub düşünməlidir ki, bugün var ha, bugün. Bugün bir də gəlməyəcək. Nə olsun ki, sabah var. Sabahın da gəlməyi şübhəlidir. Keçmiş də qaldı keçmişdə. Bugünün qədrini bilin. Bugündən düzgün istifadə edeyim. Ataların bir sözü var. Deyir, dünənki günəşlə bugünkü paltarı qurutmazlar. Dünənki günəş qalıb dünəndə. Şair deyir ki, var dövləti itirsən, qəmlənmə heç vaxt. Dövlət də tapılar, var da tapılar. Dəqiqə itirsən ömürdən ancaq, Nuh ömrü yaşasan, yeri boş qalar. O dəqiqə ki, itdiyə ömründən, sonra Allah sənə Nuhun ömrün versin. O dəqiqənin yerini doldura biləcək, heç nə tapılmayacaq. Dahilər də ona görə deyiblər ki, dünyanın ən bahalı əyləncəsi nədir? Məsələn, mən də sual verirəm. Dünyada ən bahalı əyləncə ki, qiyməti yoxdur o əyləncənin. Dünyada ən bahalı əyləncə vaxt öldürməkdir. Vaxtı öldürmək, bilirsiniz, yəni ən bahalı bir şeyi sərf eləmək, vaxt öldürmək, dünyanın ən bahalı əyləncəsidir. Sadəcə vecimizə deyil, diqqət ayırmırıq buna deyənə, bizə elə gəlir ki, zaman çox adi bir şeydir. Mən buradan üzümü gənclərə əsasən də tutub deyirəm ki, əziz gənclərimiz, əgər bir işi öz zamanında görə bilməsə, sonra o işi görməyə heç vaxt həyat sizə fürsət verməyəcək, ha. Zaman elə zamandır ki, bilirsən çox qəribədir. Sabahdan başlayaram dedinsə, heç vaxt başlamayacaqsan. Bugün əlvə düşən fürsətdən yaxşı istifadə eləyə bilməmisənsə, sabahları sabahın öz işi var. Sabahın öz problemi var. Mən o qədər olub, misal üçün özümdən bir neçə şey istəyim, nümunə çəkim. Demişəm ki, yox, hələ bir həftə var, məsələn, filan hadisəyə hazırlaşmalıyam, ya neyəsə. Evə oturub hazırlaşaram. İndi bugünü məsələn bir başqa işə sərf eləyim. Ya bir əyləncəyə, ya bir gəzməyə, ya bir qeyri-elmi bir işə sərf eləyim. Misal üçün düşünmüşəm. Sonra gəlib sabah bir problem çıxdı. Bir bir problem. Bir də onda almışam ki, həmən günə qədər o qədər əlavə işlər çıxdı ki, mən o işi ki o gün həll eləməli idim, həll eləyə bilmədim. Və ona görə Allah bizə hər işi öz zamanında görmək üçün fürsət yaradır. Ağıllı adam işi öz zamanında görən insandır. Saxlamır sabaha. Sabahın öz problemi var. Ona görə də zamanla pulun fərqi var ki, pulu yığıb saxlayıb xərcləməyə özün zaman seçə bilərsən və yaxud xərcləməyə bilərsən, yığmısan, saxlayırsan, xərcləmirsən. Amma zamanı xərcləməyə məcbursan, onu saxlaya bilməzsən. Sadəcə bizim bacardığımız bu olmalıdır ki, bizdən aslı olmadan xərclənən bu zaman var, ha. O faydalı bir işə xərclənsin, düzgün bir işə. Bizə sabahları fayda gətirəcək bir işə xərclənsin. Zamanın xərclənməsində heç kim bir-birindən fərqlənmir. Yəni, heç kim hal-hazırda 2025-də qalmayıb, hamı 2026-cı ildədir. Fərq yalnız bir şeydədir ki, biz burada oturanların fərqi nədədir? Hamımız hal-hazırda yanvar ayının 16-sını yaşayırıq. Saat 2-yə işləyib, məsələn 2026-cı ildir. Bizim bir fərqimiz var. O fərq də budur ki, biz bu zamanı hal-hazırda nəyə xərcləyəcəyik? Bugün nəyə xərcləyəcəyik? Və fərq onda bilinəcək. Bu qızla bərabər saniyələrimiz nəyə xərclənəcək? Nəyin uğruna xərclənəcək, tükənəcək? Zaman hər şeyə xərclənmək üçün verilməyib bizə. Diqqət eləməliyik ki, filan işə, məsələn, mən bir zaman xərcləyəcəm. Filan işə mən zaman xərcləməliyəm ya yox? Ona görə də ola bilsin ki, həyatda çox şeyi bilməyək, çox şeydən xəbərimiz olmasın. Amma ən azı bir şey bilməliyik, zamanı necə xərcləməyi. Onu necə israf etməyi yox, onu necə düzgün istifadə eləməyi öyrənməliyik. Və zamanı düzgün idarə eləmək üçün nələr eləməliyik? Nəyə diqqət eləyək zamanı düzgün idarə etmək üçün? Mən istəyirsiniz bu cümə xütbəsindən sizə bir kitab tövsiyə eləyim. Kimin imkanı olsa, xüsusən gənclər o kitabı tapıb oxusunlar. Bizim dəyərli yazıçılarımızdan, yerli Azərbaycan yazarlarından Rövşən Abdullaoğlu'nun çox gözəl bir əsəri var bu mövzuda. Zamanı necə yeyək adlı bir əsər yazıb. Müasir insanın, Azərbaycan insanının başa düşə biləcəyi çox sadə bir dildədir. Çox maraqlı, vacib, önəmli, lazımi mövzulara əhatə eləyir. Bir günə, 2 günə o kitabı oxuya bilərsiniz, amma bir ömür sizə təsir qoyacaq. Çox vacib, dəyərli kitabdır. Kim imkan olsa tapsın, o kitabı mütaliə eləsin, evində də olsun, gənclərə də oxutursun, övladı varsa övladına da oxutursun o kitabı. Çox maraqlıdır. Bizim məscidimizin kitabxanasında da var o kitab. Kim istəsə oxuya bilər, verərik. Amma faydalı bir kitabdır. Həmin kitabdan da bəzi seçmələr eləmişəm. Dəyərli insanların da həyatından, sözlərindən bəzi seçimlər eləyərək mən sizə zamanı necə düzgün idarə etmək üçün bir neçə kiçik xatırlatma eləyəcəm. Sözümü tamamlayayım yavaş-yavaş. Birinci növbədə zamanı düzgün idarə eləmək istəyirsənsə hədəfin olmalıdır.
Çünki hədəf olmayanda zamanın xərclənməsinə nəzarəti itirir insan. Zaman itkiyə gedir. Misal üçün belə deyək. Hədəf nəyə bənzəyir? Elə bil ki, o qaz var, bizim evimizdə hamımıza gəlir, yandırırıq evdə yanan qaz. Həmin qazı kəndin girişində turbanın ağzını açırlar, buraxırlar kəndə. Deyirlər, get, yandırın. Yandıra bilər o qazı, mümkün deyil axı. Onu hədəfə salmalısan, yəni bir turba ilə çəkib gətirməlisən evə. O turba onun hədəfidir. Ki o hədəf seçir özünə ki, mən filan evə gedib o peçin içinə girməliyəm, orada yanmalıyam. Kombinin içinə girib yanmalıyam. İndi birdən o hədəf, yəni o turbo olmasa, o qaz itkiyə gedər, getməz. Və insan zamanı da belədir. Primitiv izah edirəm, məcburam, xahiş edirəm, üzr istəyirəm sizdən bağışlayasınız. Qaz misalı ilə. Yəni insan zamanı belə boşa hədəfsiz gedəcəksə, axacaq hara gəldi. Amma hədəf, yəni turbanın içinə salırsan, deyirsən, bir sənin nə var, sən bura getməlisən. İstiqamətin budur. Filan vaxta qədər bunu eləməlisən. Hədəf, yəni insanın öz zamanını xərcləməsində itkilərə yol verməməsi deməkdir. İkinci, hədəf üçün vaxt təyin eləməlisən. Hədəfi təyin elədin, sonra deyəsən ki, sən bu hədəfə filan vaxta qədər çatmalısan. Özünü də ona məcbur eləyəsən. Fərq etməzi hədəf nə olur olsun. 3 dənə quzu alıb atmışam həyətə, deyirəm ki, mən özümə hədəf qoyuram ki, mən 2 ildən sonra bu 3 quzunu eləyəcəm 10 quzu. Bu da hədəfdir də. Kəndçi insanları, heyvandarlıqla məşğul bir hədəf, və yaxud da mən bir hədəf qoyuram. Mən 3 aydan sonra 1000 dənə ingilis dilində söz əzbərləyəcəm. Quran-ı Kərimdən 5 dənə surə əzbərləyəcəm. Hərə bir hədəf qoyub qabağına o hədəfə zaman təyin eləsin ki, mən bu hədəfə filan vaxtı çatmalıyam. Üçüncü budur ki, ən birinci, daha vacib və lazım olan işdən başlayın həmişə. Gün ərzində həyat bizə bir neçə işi seçim kimi qoyacaq. Bax, bu iş, bu iş, bu iş. Sən ağıllı adam odur ki, ən vacib olan hansıdır onu görsün. Vacib olan nədir onu elə. Sonra keç o ikinci dərəcəli işə. Yəni həyatında vacib işi önə çıxarda bilmək gücün olsun. Heç bir başladığımız işi çalışın yarımçıq qoymayın. Çox önəmli bu mühitdə biraz çətindir bunu eləmək. Çox çətindir. İşlər bəzən yarımçıq qala bilər, amma çalışasan ki, var gücündən ki, yarımçıq qalmasın. Gec də olsa, biraz geciksən də, amma sonra davam eləyəsən. Beşincisi, az boş vaxtlar olur həyatımızda. Bu az boş vaxtların qədrini bilin. İndi məsələn insanlar işdə yorğun olur. Mən razıyam. İndi danışıram sizinlə, deyirsiniz ki, biz səhər saat 8-də, 7-də evdən çıxıb, məsələn, axşam işə evə yorğun arğın gələn insanlarıq. Biz zamanı necə idarə eləyək? Amma məndən bizə bir tövsiyə. Ola bilər ki, işdə çox yorğun oluruq. Yollarda tıxac, vaxt itkisi və s. bunlar hamısı olur. Amma bunlar heç biri sizi faydalı bir işi görməkdən saxlaya bilməz. İnsan az boş vaxtı qalır, ondan da çox gözəl, səmərəli istifadə eləyə bilər. Düşünməyin ki, o az vaxtdan heç nə eləmək olmaz. Vallahi mən nə qədər dahilərin həyatından sizə misal çəkərəm ki, o az boş vaxtlardan birisi nə qədər böyük faydalı işlərə sərf ediblər. Mən özüm, məsələn, adi bir özümdən bir misal çəkim. 4 il tələbəlik vaxtı, üniversitetə qəbul olandan sonra özümə dedim ki, mən 4 il yollarda gedib gələcəm də, avtobus, metro falan. Mənim ömrümün müəyyən hissəsi yolda keçəcək. Amma heyifdir ki, bu gün ərzində, mən oturdum hesabladım, gün ərzində mənim gedib üniversitetə çıxıb, qayıdıb gəlməyim yolda tək 3 saat vaxt itkisidir. 3 saat. Bu 3 saatı mən neyniyə bilərəm? 4 il ərzində o işi icra elədim və həmin 3 saatları kitab oxumağa sərf eləyərək düz 4 il ərzində 156 kitabı oxuyub bitirdim. Ancaq yolda oxumaq şərti ilə. Yəni baxırsan ki, yolda, avtobusdur, burada kitab oxumu, gələrəm evdə, ayrıca mən boş vaxt təyin eləyərəm, heç kim məni narahat eləməz, oturub oxuyaram. 156 kitab onda oxunmayacaqdı. O sadəcə o boş vaxtlardan istifadə eləyərək bir də hamısının adlarını qeyd edirdim ki, bu kitabı bitirdim, bunu bitirdim. Sonra baxdım 4-cü ilin sonunda ki, mən 156 kitabı tək yolda oxumaqla, başqa yerdə oxumurdum o kitabları. Ancaq yolda oxumaqla bitirdim. Alimlər olub ki, yoldakı bir neçə dəqiqə gedib gəldiyi vaxtda dil öyrəniblər. Biz nə qədər gözəl dillər öyrəniblər, xarici dillər öyrəniblər. Bu başqa cür istifadə edənlər var. Quran əzbərləyən uşaqlar var idi bizdə. Ancaq yolda gedib gəlməklə qulağına qulaqcıq taxıb Quran əzbərləyirdilər. Yəni istəsə insan o boş vaxtların hamısından mənalı və səmərəli istifadə edə bilər. Ona görə də insanlara və özümüzə birinci növbədə yox deməyi də bacarmalıyıq. Ya da zamanım azdır, yox deyim sənə, incirsən incə, eyb yox. Həqiqi dost inciməz birincisi. Başa düşər ki, bu adamın zamanı azdır, daha faydalı bir işi var.
mənlə gün keçirdəcək qədər də çox da belə deyək də daha vacib işləri var. Bu iş onun işinin yanında az dəyərə, az zərurətə malikdir. Yok o incisin kimsə sizdən zamanınıza görə yox deməyi bacarmaq lazımdır amma. Yox deyin, mənim vaxtım yoxdur qardaş. Alınmır məndə, bugün alınmır, sabah alınmayacaq. Çünki zaman elə bir zamandır ki, bu günləri daha vacib işə xərclənmədiyi zaman sabahları oturub peşman olacaqsınız. Kaş filan vaxtı filan kəsə yox deyib, gedib o işi görərdim. Ona görə də yox deməyi bacarmadığımız bir çox işlər sabahları bizim daha çox zamanımızı uğurlayacaq. Hər halda bu barədə çox danışmaq olar, o qədər sözlər var bu zamanla əlaqəli danışılası. Mən yekun nəticəni sizə çatdırım ki, bugünkü söhbətimizdən yekun nəticə bu çıxdı. Yəni mən əslində bunu sizə demək istəyirdim ki, zaman bizə Allaha bəndə olmaq, insanlara kömək eləmək və mənəvi cəhətdən kamilləşmək üçün verilən və bir də heç bir zaman təkrarlanmayacaq bir fürsətdir. Odur ki, gecikməyək. Allah bizi zamandan ən düzgün şəkildə istifadə eləməyi bacaranlardan qərar versin inşallah. Bismillahirrahmanirrahim. Vəl-əsr. İnnəl insənə ləfī xusr. İlləl-ləzīnə əmənu və amilus-salihat.